Bu gecə sizə 2 rükət namaz tövsiyə edirəm. Namazı qılın mütləq və mütləq. Çox mükəmməl bir namazdır. Birinci rükətdə Fatihədən sonra 7 dəfə ixlas. İkinci rükətdə Fatihədən sonra 7 dəfə ixlas. Niyyəti də bu gecənin namazını qılıram. Elə ki namazı bitirdiniz, 70 dəfə Əstəğfirullah Rabbi və Ətub iləyh. Əstəğfirullah eləyin. Gedin Əstəğfirullah 70 dəfə, yəni Allah'ım bağışla. Biraz artıra da bilərsiniz. Namazı bitirən kim hədis budur. Yerindən qalxmamış Allah deyib bütün günahları bağışladı. Bu az kimi deyir li əbəveyhi. Atamın da günahını bağışladım, anamın da günahını bağışladım. Bu qutardı, deyir yox qutarmadı. Və asallah mələikə. Mələklər yendirir Allah. Yəktubunə ləhul həsənat ilə sənətin uxra. Gələn ilə qədər o mələklərin işi budur, sənə savab yazırlar. Bu namaza görə.